Şagird dayan. Belə bir qayda var. 2 cümlə yazmışam bura. Gəldim, mən gəldim, amma çox qalmadım. Mən gəldim, amma Əli gəlmədi. Bax, gəldim, mən, qalmadım, mən. Bu cümlə sadə cümlədir. Gəldim, mən, gəlmədi, Əli. Tabesiz mürəkkəb cümlədir. Bura şimdi hər şey yerindədir. Və bu cümlələrdə qəflətən bir dəyişiklik baş verə bilər. Əvvəlində bir söz artırarsan ki, cümlənin qurulucu növü dəyişər. O necə olur? Əgər belə bir hal baş verərsə, yəni bu tipli cümlələrin əvvəlinə düzür, doğrusu, düzdür, doğrudur, hərçənd tipli sözlər əlavə olunarsa, yəni bunlar modal sözdür, bu da güzəşt bağlayıcısıdır. Bu cümlələrin avtomatik olaraq quruluş növü dəyişir və yaxud da quruş növünün növü dəyişir. Yəni bu sadə cümlə idi, əvvəldə bunlar artırdı, bu cümlə çevrildi oldu, mürəkkəb cümlə. Və yaxud da bu tabesiz idi, bu cümlə çevrildi oldu nəyə? Tabeli, mürəkkəb cümləyə. Yəni əvvəlində bu sözləri gördüyün cümlələr tabeli mürəkkəb cümlələrdir. Bu qədər.